Salam əziz izləyicilər. Güllər də açıb maşallah. Xoş gördük hər birinizi. Bu da bizim bağımızdır. Kız, Cibo. Kız. Cibo. Kız. Sakallı da bu qazların. Bu da hinduşkalarımdır. Burada da güller var. Bu da hinduşkalarımızdır. Olan heyvanım bunlardır. Toyuqların çoxunu satdım. 10-15 dənəsi qalmışdı. Onlar da xəstəlikdən öldü. Cücələrim də öldü. Broilerlərdə sən demə xəstəlik var imiş. Gətirib saldı öz yerli cücələrimə də. Onların biri ölmürdü. Onlar da öldü. Toyuqlar. Birinci cücələr öldü yavaş. 1, 2, 3, 4. Sonra toyuqlar öldü. Yaxşıdır ki, sağlam vaxt çatmışam. Amma birdən kimsə elə bilər xəstə heyvan satmışam. Ömür boyu olmaz. Bunlara da tutmur da deyirlər. Tutma xəstəliyi bunları tutmur. Heç biri ölmədi maşallah. Sağlam vaxtı bir ay yarım bundan qabaq satmışdım heyvanları. Bunlar təzə gəlmişdi, hinduşkalar onda. Toyuqları demək olar çoxunu satmışdım şey. Bu yaxınlarda tutdu 4-5 gündə. Hamısı öldü. Mən iğnə falan vurdurmuram, yəqin ondandır. Baytara deyirəm ki, cücələr bu vəziyyətdədir də, onda heç biri ölməmişdi. Elə təzə ölürdü, cücələri başlamışdı. Girmə get. Şey deyirəm axı, əlamətləri deyirdim. Deyir get heyvanın birini qoy ya, ikisini üçün qoy yeşiyə yatır təzədən. Düşən doyanı. Heç aparım oynan əlimdə. Əsəbləşdim, heç daha gedmədim. İzlədiyiniz üçün təşəkkür edirəm. Bunlardan satmaq da fikrimdən istəyirəm. Fikrimi saxlayım istəyirəm, özümə saxlayım istəyirəm bunları. Süper heyvanlar da elə bilirlər, nəsə problemləri var, nəsə var. İstəmirəm satmayacaq. Qalmışam belə. O pulu verməyən adam olsa usta satmayacaq. Buna bax, maşallah. Hamısı cavan heyvanlardır, üzü də qışa gedir. Yay 1-2 aydan sonra qutaracaq da yine 3 aydan sonra. Qışda bunun bir Allah haqqı bu qış mən 50 manat əlimdə pul qaz ala bilmirdim. Bunların yarısı boyda qazları, ana qazlarımın yarısı boyda qazlarım 45 manata 40 manata deyir. Böyle bunlar.
balacalar bu. 35 manat, 30 manat. Ona görə də baha demişəm qiymətini alın. Belə də qalıb da.